axşam çıxır ki, vaxtımızı çox az avtobuslarla gözləməyək. Fevralın 7-si. Bugün artıq aprel 15-dir. 67 euro mən bunları yazıramda qeyd edirəm. 67 gün keçib. Bugün keçən günlər ərzində də görürsünüz də necə irəliləyiş gedib. Tədbirlərimizi şükür Allah hamısını eləmişik artıqlaması ilə. Az adam bilir ki, mən tək döyüş təlimi keçməmişəm. Mən indi başqa təlimlərdə keçmişəm ki, təbii ki, o təlimlərə gündür qidada klub çıxıb və hal-hazırda o təlimlərə görə mən bu klubu idarə edə bilirəm də. Bizə ki, hər öz ailəsini idarə edir. Burada bizdə çox uşaqlı ailə ilə belə deyil. Və həmin o ailə formasını yəni saxlaya bilmişik. Bura misal üçün başqa klublar falan gələndə buradakı hamı deyir ki, mənim sizin uşaqlarımızın döyüşü qoyular qırağa diqqət xarakteri xoşumuza gəlir. Uşaqların bir-birinə davranışını, bir-birinə münasibətini, hətta buna gələn klublara olan münasibətini. Bunlar təbii ki, hamısı etap edər gedir. Çünki biz 3 dənə prinsiplə hərəkət edirik. Ən birincisi bizim davamiyyətdir, dayanmaq, davamiyyət. İkincisi vərdişdir, üçüncüsü maraq dairəsi. İndi uşaqlara elə bir maraq dairəsi etmişik, elə bir vərdişlərə salırıq ki, biz artıq kütləyə yox, keyfiyyətə önəm veririk. İndi klubun döyüş strategiyası, yəni uşaqlara nəticə vermək. Amma yəni prioritet qoyduğum məsələdir burada. Bu bir insan mənləndir. Mənə dəstək eləyir. Bu da bir enerjidir, bu da mənə qabağa aparır, qabağa çəkir. Mən bir şəxsi həyatımı qoymuşam bir qıra, ancaq şəxsi həyatımda budur. Mən uşaqlıqdan bunun içindəyəm, 7 yaşımdan. Bəlkə də o məni saxlayır ki, mən uşaqlıqdan bunun içindəyəm və sevdiyim işdir və mən nəticədən yox, prosesdən həzz alıram hal-hazırda. Proses də özünü göstərir. Bu iclasda indi təbii ki, iclasımızın məqsədi yəni birlikdir, birlikdir. Birazdan indi hər biriniz mən bitirəndən sonra hər biriniz müəyyən fikirlər deyəsiniz, yeni ideyalar deyəsiniz.